heç fikir vermirsən, bəzən qorxmursan, amma bədənin titrəyir. Bəzən təhlükə yoxdur, amma ürəyin sıxılır. Bəzən də hər şey normaldır, amma içində bir ağırlıq var. Bəzən durduğun yerdə ürək döyüntün altır, bir qorxu gəlir sənə. Qorxu və stressdəndir. Bəli, mənim əzizlərim, bugün bax bu önəmli hisslərdən danışacağıq. Qorxu və stress. Nədir qorxu, stress? Qədimlərdə deyərlər ki, insanın canına qorxu düşdüsə, vay onun halına. Nə bilim, çıldağa aparardılar, müxtəlif el üsulları ilə bunu həll eləməyə çalışardılar. Amma gəlin görək, müasir dövrümüzdə nələr baş verir. Qorxu ümumiyyətlə zəiflik demək deyil. Mənim əzizlərim, qədimlərdə eramızdan əvvəl mağarada yaşayan insanlar üçün qorxu yaşamaq üçün bir siqnal idi. Qorxu insanı xilas eləyən bir hiss idi. Amma bugün qorxu bizi içimizdən yeyən bir hissdir. Qorxu bizi durduğumuz yerdə saxlayan bir hissdir. Qorxu bizi edəcəklərimizdən saxlayan bir şeydir. Yəni qorxularımız bizi bir çox edəcəklərimizdən saxlayır, mənim əzizlərim. Yəni əslində qorxularımız bizi eramızdan əvvəlki kimi heyvanlardan deyil, qorxularımız bizi insanlardan saxlayır, insanlardan qoruyur. Faciə deyilmi? Bir var heyvandan qorxasan, səni ovlayan, bir də var ki, sən müasir dövrümüzdə insanlardan qorxursan, tək qalmaqdan qorxursan, mənim əzizlərim, tək qalmaqdan qorxursan, sən dəyişməkdən, yenilənməkdən qorxursan. Ümumiyyətlə, qorxunu ağıl müdafiə eləyir, çox vaxtda müdafiə eləmir. Belə bir şey sizə deyim, mənim əzizlərim, qorxu, stress, qorxunun yaratdığı nəticədir. Qorxu varsa, o stressə çönəcək. Yəni, bu stress isə nədir? Stress insanda uzun müddətli qalarsa, bunun çox böyük fəsadları var. Uzun müddətli yaşadısa, sən böyük xəstəliklərlə rastlaşacaqsan. Yəni, qorxunun bədəndə yaratdığı hiss stressdir. Və belə bir deyim var, deyirlər ki, İnsan sevgidən iki xəstəliyə tutulur. Biri spid, biri QİÇ, biri isə siflis. Yəni bu sevgidəndir. Amma insanın qorxudan bir neçə xəstəliklərə tutula bilər. Xərçəngin əsas səbəblərindən biri kimi bir çox Avropa alimləri göstərir ki, bu qorxu və stressdəndir. Şəkər xəstəliyidir, əsəb xəstəliyidir, qaraciyər problemləridir, qalxana bənzər vəzin problemləridir. Elə belə demirdilər ki, qorxu iliyinə qədər yeriyir. Qədimdə belə deyirlər, iliyinə qədər yeriyir, yəni artıq insanda fəsad yaradır, xəstəlik yaradır deməkdir, mənim əzizlərim. Qorxu stressi yaradır, həmən təzyiq qalxır, bədən gərilmək istəyir, yığılır, onurğa yığılır, nəfəs daralır, hormonlar pozulur. Mən həmişə nə deyirəm? Mən həmişə deyirəm ki, hormonlar və vitaminlər balansı və hər qorxu olduqca, hər stres olduqca orqanizmdən bir qaşıq, bir ovuc sən vitamin itirirsən. Və belə olan halda isə çox vaxt deyirsən ki, vay, mən çox yorğunam. Sən yorğun deyilsən. Sən qorxmusan və yaxud da uzun müddətli stres yaşamısan. Ümumiyyətlə, uzun müddətli stres olanda, dilim dolaşır, uzun müddətli stres olanda bu hipertoniya, təzyiq problemləri yaradır. Uzun müddətli stres saç tökülməsinə gətirib çıxardır. Qadın hormonları pozulur, yuxunu qaçırdır. Hətta kişi hormonları pozulur, impotensiyaya belə gətirib çıxara bilir stres, biləsiniz. Düzdür, orada bir səbəb də var, özünə vunuşeniyyəsini öz beyninə yeritmək, amma stres də səbəblərdən biridir. Ən təhlükəlisi isə insanı insandan, özündən uzaqlaşdırır, özün olmaqdan qorxursan. Bilirsiniz nəyə görə bu belə olur? Mən bizim cəmiyyət üçün bunu deyəcəm, başqa cəmiyyətlər haqqında danışmayacağım, çünki özümüzdən danışaq. Çünki bizə uşaqlıqdan nə öyrədilər? Döz. Bizə uşaqlıqdan deyirlər, ayıbdır, səbr elə, biraz da dözgünən. Cəmaət nə deyər? Sən cavab qaytarma. Yo, səbr eləmək lazımdır. Yo, danışmaq olmaz. Və bu şeylər bizim emosiyalarımızı boğmağı, içimizdə bastırmağı öyrədir, udmağı. Biz uduruq bu emosiya. İnsan axı emosiyalarını biruzə verməlidir və biz emosiyalarımızı biruzə verməyəndə bunları uduruq, bastırırıq və əlbəttə ki,
bu gətirib qorxuya gətirib çıxardır. Yəni qorxuruq tək qalmaqdan, qorxuruq təcrid olunmaqdan, qorxuruq ki, kimsə məni bəyənməz. Vay, nə deyərlər mənim haqqımda? Birdən eləyərəm alınmaz və belə hallar yığışdıqca üst-üstə gəlir. Bu qorxunun yaratdığı stres olur və biz ruhsuz bir bədənə çevrilirik. Ruhumuz olmur. Biz elə yaşayırıq. Sadəcə olaraq yaşayırıq. Cəmaət üçün, onun üçün, bunun üçün, kim nə deyər üçün yaşayırıq mənim əzizlərim. Amma əslində bunu aradan qaldırmaq olar. Bunu aradan qaldırmaq olar. Necə? Əgər stresə keçməyibsə, uzun müddətdir. Əgər uzun müddətli stresə keçməyibsə, bunu aradan qaldırmaq olar. Qorxudan yaxa qurtarmağın ən realı qorxunun üstünə getməkdir. Qorxu ilə baş-başa qalmaqdır mənim əzizlərim. Çünki qorxu keçmiş travmalardan, keçmiş yaralarımızdan irəli gəlir. Qorxu uğursuz təcrübələrimizdən irəli gəlir. Qorxu insanın hardasa qırılmalarından irəli gəlir. Qorxu cəmiyyətin təzyiqindən irəli gəlir. Təzyiq eləyirlər. Nə deyərlər? Ayıbdır. Ay, falan kəs gördü məni. Qorxu insan özü öz üzərində nəzarəti itirməkdən qorxur mənim əzizlərim. Beyin qeyri-müəyyənliyi qəbul eləmir. Beyin aydın bir şəkli görmək istəyir və bunu görməyəndə, qeyri-müəyyənliyi görəndə qorxu əlbəttə ki, yaranır və qorxu da stres yaradır. Ümumiyyətlə, qorxu əlbəttə ki, insana zərər verici bir haldır və hətta söylədiyim kimi, xərçəng xəstəliyini yaradan ünsürlərdən biri stresdir, qorxudur. Ona görə də mənim əzizlərim, çox təhlükəli qorxular var ki, bunlardan uzaqlaşmaq lazımdır. Çox təhlükəli qorxular var ki, bunların qarşısını almaq lazımdır və bunu biz özümüz eləməliyik. Bunu biz eləməsək, heç kim bizim yerimizə gəlib bizim qorxularımızdan bizi uzaqlaşdırmayacaq və qorxulardan uzaqlaşmasaq nə olacaq? Stres olacaq. Mən bugün burada sizin üçün qlobal bir şey danışıram. Pulsuz qalmaq qorxusu. Vay, mən pulsuz qalsam nə olacaq? Vay, mən ayrılsam nə olacaq? Vay, mən işdən çıxsam nə olacaq? Mən ötən videomda da dedim ki, hər son yeni başlanğıcdır. Hər son. Nəsə bitirsə mütləq yeni bir başlanğıc olacaq mənim əzizlərim. Və bu hisslər çoxalanda insan seçimlərində yanıla bilir. Və insan qorxduqca yanlışlar edir. Qorxduqca. Qorxunun sadəcə adını qoymaq lazımdır ki, mən qorxuram. Bunu özünüzə deyin. Anlayın. Anlayın ki, nədən qorxursunuz? Bu addımı atmaqdan və deyin ki, mən bundan qorxuram. Mən bunu keçəcəm. Əgər bunun adını qoydunsa, mən bunu keçəcəm dedinsə, həmən keçə bilərsən. Və daha sonra sən qorxunu böyütmə, şişirtmə. Vay, mən necə bir də pulsuz qaldım, ac qaldım, susuz qaldım. Mən cəmaata nə deyəcəm evdə? Bunu böyütmə. Bəli, bu hadisə baş verib, hansısa bir mövcud bir hadisə. Bəli, bu hadisə baş verib və mən bundan qurtulmalıyam. Çox vaxt bax bu üst-üstə yığılan qorxular, stresə çevrilən qorxular gətirib panik ataklara çıxardır ki, bu da çox böyük, bilirsiniz də, nevroza, psixoloji problemlərə gətirib çıxardır. Və mənim əzizlərim, hər gün biraz irəliləmək lazımdır. Hər gün bir balaca irəliləmək lazımdır. Çünki siz qorxarsınızsa, orqanizmdə qorxu stresə çevrilərsə, həmən qorxunun qabağını almasanız, stresə çevrilsə, orqanizmdə kortizol hormonu qalxacaq. Kortizol hormonu qalxanda təzyiq qalxacaq, əzəllər gəriləcək, nəfəs çətinləşəcək. Və kortizol qalxanda nə olur? Şişkinlik olur üz-gözdə. Səhər yuxudan oyananda lütfən bir şey də sizə deyim, hər nə olursa olsun bir çox psixoloji durumları yuxu aradan qaldırır. Yuxu tənzimləyir. Yəni, axşam vaxtında yatmaq lazımdır. Bu qorxu, stres anları varsa saat hardasa 11-dən səhər saat 6-ya qədər yatmaq mütləqdir. O arada orqanizm hormonları ifraz eləyir və bu sizin o stresinizin, qorxunuzun hardasa qabağını almağa gətirib çıxardır. Yox, əgər siz gecə də yatmırsınızsa, qorxudan yatmırsınızsa, bu stresə çevriləcək. Və çox yatırsınızsa, kortizol artacaq. Yata bilmirsiniz, yenə kortizol çoxdur. Səhər oyanan kimi buz kimi su ilə əl-üzünüzü mütləq yuyun, soyuq su ilə. Təbii ki, orada sizin əgər üzünüzdə, sinirlərinizdə problem yoxdursa, soyuq su ilə üzünüzü yuyun ki, azacıq da olsa kortizolu azadasınız. Daha sonra mütləq isti su için, ilıq yox, qaynar yox, isti su.
Lütfən limonlu su içməyin. Çünki Yapon alimlərinin son gəldiyi nəticəyə görə, çünki Yaponiya ən çox Hashimoto zob xəstəliklərinin yarandığı olduğu bir yerdir. Qalxana bənzər vəzin problemləri əsasən də Hashimoto da Yapon aliminin onu icad edən alimin adıdır və siz limonlu su içərsinizsə, limon qalxana bənzər vəzə gedən hormonları dayandırır, qabağını alır və bu Hashimoto'ya çevrilir. Limonlu su olmaz. Mənim əzizlərim, mütləq isti su için ki, bu orqanizminizdə hormonlar balansını tənzimləsin. Daha sonra günə başlayın. Mənim əzizlərim, mən burada sizə uzun danışdım, çünki qorxu stresə çevriləndə çəkiniz də artır. Bilin, təzyiqiniz yaranır, çəkiniz artır, onurğa problemləriniz olur, diqqətiniz zəifləyir, yaddaşınız zəifləyir, daim yorğun olursunuz, daim əsəbi olursunuz. Bunlar hamısı nədəndir? Qorxudan və stressdən. Mənim əzizlərim. O içinizdə saxladığınız sözlər, hamını razı salmağa çalışmaq, mənim əzizlərim, siz hamı üçün yaxşı ola bilmərsiniz. Kim nə düşünür özü bilər. Əsas odur ki, sizin içinizdə problem olmasın. Nənəmin bir sözü vardı, mənim içimdə məni ağrıdınca qoy deyim, qarşımdakini ağrıtsın, yiyəsini ağrıtsın. İndi mənim əzizlərim, o içinizdə saxladığınız sözlər, hamını razı salım. Daha sonra, başa düşürsünüz, qorxduğunuz anda verdiyiniz yanlış qərarlar, daha sonra susmağa sakitlik adı qoymaq. Susmaq sakitlik deyil, sakitlik başqa bir şeydir. Sakitlik çəkilirsən rahat, gözəl bir yerdə, rahat, hər şey yer-bir-yer olur. Sən içində heç bir bastırdığın emosiyaların olmur və o halda sən sakitliyi, huzuru anlayırsan. Amma sən susursansa, yox ona cavab verməyim, yox bunu deməyim, yox bu ayıbdır, kim nə deyər, o susmaq sakitlik deyil. Sən sakitlik yaratmırsan, sadəcə emosiyalarını boğursan, bastırırsan və bu böyük fəsadlara gətirib çıxardır. Psixosomatikaya gələndə isə, bəli, bilin, birinci nömrədə qaraciyərin zəifləməsidir, qaraciyər problemləridir. Bu stressdən yaranır, mənim əzizlərim. Qorxu, stres qaraciyəri məhv edir. Ona görə mənim əzizlərim, qaraciyərinizi qoruyun, özünüzü qoruyun, bədəninizi dinləyin, yox deməyi bacarın. Mənim əzizlərim, mən sizə elə belə şeylər danışmıram. Gördünüz o qorxu gəlir, dərindən nəfəs alın. Gördünüz ürək döyüntüsü gəlir, qorxu gəlir, bir də nəfəsi aldınız, saxlayın, 5-ə qədər sayın. 1, 2, 3, 4, 5 və asta-asta buraxın. Asta-asta. Elə ki gördünüz, qorxursunuz, o stres anı gəlir, ürək döyüntüsü tutu döyülür. Həmən o dediyim o prosedur, o etdiyiniz sizin hətta panik atakınızın qabağını alacaq. Bugün sizə bu barədə danışdım. Qorxu və stres. Stres ümumiyyətlə qorxunun nəticəsidir, qorxunun yaratdığı bir nəticədir və beyin sakitçiliyi sevir, beyin sabitliyi sevir, mənim əzizlərim. Stres öldürmür, amma fəsadları olur. Stres məhv eləmir, amma fəsadları olur. Və ona görə də mənim əzizlərim, təzyiq, boyun problemləri, stres, qaraciyər problemləri, hətta xərçəng xəstəliyi, bir çox xəstəliklər əlbəttə ki, bax, qalxana bənzər vəzin problemləri o içinizdə atdığınız problemlərdir. Bastaladığınız, bastırdığınız hansısa mövcud vəziyyətə reaksiya vermək istəyirsiniz, verə bilmir, bastırırsınız. O bastırdığınız problemlərdən bax o qalxana bənzər vəzin problemləri yaranır. Yəni dediyim kimi, mənim əzizlərim, bu həyatdakı 2 dənə xəstəlik sevgidəndir. Bayaq dediyim spid, siflis, qalan hamısı qorxu, əsəb, stres. Həyatda heç nədən qorxmayın, mənim əzizlərim. Hər gün bir yeniliyə imza atın. Hər səhər oyandınız, özünüzü məcbur eləyin. Və bu arada söyləyim ki, qorxu və stresi aradan qaldıran əsas vacib məsələlərdən biri də piyada gəzməkdir, bəli, rəqs eləməkdir. Buna siz gülə-gülə baxa bilərsiniz. Xeyr, mənim əzizlərim, özü də qoşun, ağlınıza gələn musiqi, heç sevmədiyiniz musiqi olsun. Sevmədiyiniz olanda daha gözəl təsir eləyir. Və ağlınıza gələn kimi rəqs eləyin. Bəli, rəqs, piyada gəzmək və ən bax belə stresi aradan qaldıran gərgin iş rejimində işləyən adamlar üçün kickboks.
Bu idman növüm stresə ən dayanaqlı idman növüdür. Siz oradan o idman növü ilə də məşğul ola bilərsiniz həftədə bir dəfə, 2 dəfə və bu da sizin o davamlı stresinizin olmamağına səbəb olacaq. Sağlam olun mənim əzizlərim. Heç vaxt heç nədən qorxmayın. Çünki bu dünyada çözülməyəcək heç nə yoxdur. Və mənim əzizlərim, qorxmayın ki, stres yaşamayasınız. Ya, əsas ölümə çarə yoxdur. Qalan hər şeyə çarə var. Yetər ki, məni izləyin. Odur ki, səhifəmə abunə olun, bəyənin, paylaşın. Bax, bu maraqlı məlumatları siz də bilin. Bilin ki, sağlam olun. Təşəkkür.